Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. May ayının 8-də Ordubad rayonunun Nəsirvaz kəndində yenə güllü çiçəkli, qaymaq çiçəkli bir bağdandır görüntülərimiz. Qaymaq çiçəklərinə bax bu qədər uzandı, xəbərimiz olmadı. Deməli, yağıntılı havanı gözləyirmişlər ki, yağış yağsın, boyları uzansın. Arılar da qonurmuş çiçəklərin üstünə. Çox da inanmıram ki, qaymaq çiçəklərində elə bal olsun. Çiçək tozu üçün gəzirlər. Ləçəkdən ləçəyə qonub çarpaz tozlanma aparırlar, yaxud əksinə çarpaz öz-özünə tozlanmadır. Həşəratlar sayəsində tozlanma. Burada bir ton quş öpbəyi var. Çiçəkləri də elə qaymaq çiçəyinə bənzəyir. Quş öpbəyləri görmüşdük ki, çiçəkləri ağavuş olar. Bugün Nəsirvaz kəndində möhtəşəm hava var. Çox isti də deyil, sərin də deyil. Dağların zirvəsi həmişə yenə buludludur. Bir də görürsən, sən bir tərəfi örtdü. Bir saatdan sonra yerin dəyişdi. Niyə də dəyişməsin? Axı dünya fırlanır. Yolun üstündə başı oxşayan bir daş var. Div başı. Çevirdim özdə. Tam yumru olmasa da çöldə bayırda belə daşı görmək təsadüfdür. Daşın hamışə altı nəm olur. Balıq tutmağa gedəndə soxuldan aparmayanda daşları belə çevirirdik. Altında əgər soxuldan varsa onu götürüb səngələ salırdıq. Bir də yeni balıq tutmağa başlamışam. 8-10 yaşım olur. Mənə də belə öyrədiblər daş çevirməyə. Daş çevirdim, altından bir soxuldan tutdum. Saldım səngələ, atıram çaya. Bir dəqiqədən bir yoxlayıram ki, soxuldan səngəldən çıxır. Sonra öyrəndim ki, çayanı tutub salmışam səngələ. Səngələ salanda gördüm, daş kimidir, möhkəmdir. İki tərəfə də hərəkət edə bilir, balaca idi. Saçmamışdı, ancaq uzun çayanlar görmüşəm. Bir qarış, iki qarış. Hər iki tərəfə hərəkət edə bilir. İki başlı ilan deyirdik ona. Yoldan biraz aralandım ki, dağ mənzərəsi daha gözəl görsənsin. Bir həftə bundan əvvəl demişdim ki, 100 yağış yığırsa, 100 leysan gəlsə yenə təbiəti əvvəlki yaşlı görkəminə qaytara bilməyəcək. Yağış yağandan sonra səhv elədiyimi demişdim, indi yenə sözümün üstündəyəm. Bir gündür yağış yağmır, yenə hər tərəf bomboz bozardı. Bəlkə belə iradlar bildirək, yağış yenə gəlsin. Nəsirvaz tərəfdə, biz TV tərəfdə hələ ki təbiət yaşıldır. Yağışlar çox da yubanmamışdı. Birinci reysi qaçırtmışdılar, ikinciyə gəlib çatıblar. Ancaq Aran kəndlərində təbiət soluxub. Bitkilərin vegetasiya dövrü sona yaxınlaşır. Nə qədər yağış yağsa da dönüb bir də yaşıl ot olmayacaqlar. Bir də dönüb yarpaq olmaz xəzəldən. Peşiyindən bizə tabut düzəldən, fələyindən kəfən biçən dünyada.
Sonra zirvədə olmaq istəyərdim. Qalın paltar, bir neçə nəfərlə. Çəngələ adamın üstündən keçə, bir gecə də gecələyib. Görəsən, şaxtalı havalarda insanın dözümü nə qədərdir. Hər bir şəraitə uyğunlaşa bilir insan. Aparat Afrikaya, Səhriyə yenə də yaşayacaq. Soyuq qurşaqları Arktikaya aparan Antarktidaya yenə həyatda qalacaq. Möhtəşəm bir adaptasiyası var insanın. Bu səviyyəyə gəlmək üçün milyon illər vaxt keçib. Homo erectuslardan tutmuş, Neandertallar, Denisov adamı, Homo sapienslər, insan türləri çoxdur. Biz ən məşhuruyuq, bəlkə də ən sona qalmışıq ona görə. Bizim də başımızı yeyə biləcək bir tür yetişə bilər. O türə də mən yapay zəkanın təkmilləşdirilmiş robotları görürəm. Moskva şəhərindən Rövşən qardaşımız mikrofon göndərib bizə, Naxçıvan şəhərində ilişib qalıb. Həftənin birinci gün Rafiq qardaşımız verməli idi, onu marşrut gətirsin. Bir həftədir xəbər yox. Gözüm yollarda qalmışdı, xəbər yox. Kür qırağından. Təbiətin qoynuna çıxmaq üçün əlverişli havadır, əlverişli günlər hələ qarşıdadır. May ayının sonuna qədər Nəsrəvazamanın ərazisində möhtəşəm görüntülər olacaq. Dincəlmək istəyənlər gələ bilərlər. Sabah qələbə günüdür. İki gündə həftə sonu iş yox, 3 günə dincəlmək olar. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik.